IELTS speaking, IELTS danışıq dərsi part 0, imtahan götürənin imtahan verənlə salamlama hissəsi. Question 2, ikinci sual, imtahan verən sənə hansı suala verə bilər? What can I call you? Sənə necə müraciət edə bilərəm? Üç cavabdan birini deyə bilərsən. You can call me Min, sən mənə Min deyə müraciət edə bilərsən. Just call me Min və yaxud deyə bilərsən ki, please call me Min. Burada diqqət yetirmək olan məsələ odur ki, don't explain and add more information. İzah etmə, sənə niyə bu adına müraciət edir. Yəni, izah etmək və yaxud daha əlavə məlumat verməyə ehtiyac yoxdur. You can give your English name. Sən özünün İngilis adını, yəni İngiliscə adın necə ola bilər deyə bilərsən. Məsələn, bunun imtahan verənin adı Mindir. Deyə bilərsən, you can call by my English name Mary. You can call me by my English name Mary. Sən mənə İngilis adımla Mary deyə müraciət edə bilərsən.